Deməli, gənclər, birincisi sual əvəzliklərindən başlayırıq. Sual əvəzlikləri əlbəttə bilirik ki, sual cümlələrində istifadə olunur. Hansılardır sual əvəzlikləri? Məsələn, who, mübtəda funksiyasında görə bilərsiniz. Tamamlıq funksiyasında görə bilərsiniz. Xəbərin at hissəsi kimi görə bilərsiniz. Məsələn, who used my pen? Kim mənim qələmimi istifadə elədi? Məsələn, who do you love more? Sən kimi daha çox sevirsən? Bax, burada uca tamamlıq funksiyasındadır. Və ya what, deməli həmçinin what da mübtəda, tamamlıq və xəbərin ad hissəsi kimi işlənə bilir. Funksiyalar eynidir. What has happened, nə baş verdi? What do you want for dinner? Ə, Nahar üçün nə istəyirsən? Yəni burada da tamamlıq funksiyasında görə bilirik. Bir də biz what və which haqqında bir məsələni diqqətinizə çatdıraq ki, votun da mənası hansı deməkdir, which-in də mənası hansı deməkdir. Amma votla which arasındakı fərq ondan ibarətdir ki, belə bir situasiya quraq. What color do you like? Hansı rəngi xoşlayırsan? Bax, seçim qoymadım da sənə. Ümumiyyətlə bütün rənglər içərisindən deyirəm. What color do you like? Bir də var, sənə 2-3 seçim qoymuşam. Which color do you like? Red or black? Deməli, əgər sənə artıq 2 və ya 3 seçim qoyubsa, birini seçməlisənsə, onda which-lə sual verəcəyik. Amma əksidirsə sual, yəni limit yoxdursa artıq say cəhətdən bu zaman vot olacaq. Məsələn, deyirəm ki, ə, tutaq ki, belə deyək də, who are you? Məsələn, sən kimsən? Bunun cavabında olacaq, tutaq ki, I'm Mr. Brown, I'm Mrs. White və s. Yəni, burada who deyirsə, kimliyi soruşur. Amma what are you deyiriksə, artıq burada peşəni soruşacaq. Məsələn, I'm a teacher, I'm a student. What deməli həm də peşəni soruşur. Daha sonra of-la işlənən sual əvəzliyimiz, yeganə sual əvəzliyimiz which-dir. Yəni biz which-dən savayı heç bir sual əvəzliyini of-la görə bilmərik. Qısaca belə desək ki, nöqtələrdən sonra əgər of söz önünü görürsünüzsə, işlənə bilən yeganə sual əvəzliyi which-dir. Who ilə whom arasındakı fərqdən danışacağıq indi relative pronounu keçəndə. Who-nun mənası kim deməkdir? Whom-un mənası isə kimə, kimi deməkdir. Whom daha çox obyekt əvəzliyi funksiyasında işlənir. Baxın, whom do you believe? Sən kimə inanırsan? Bir də whose kimin deməkdir. Özündən sonra isim tələb eləyəcək. Whose car did you buy? Sən kimin maşınını aldın? Ümumiyyətlə, mən sizə belə bir trik deyim. Bunu qətiyyən yadınızdan çıxarmayın. Tutaq ki, test işləyirsiniz və nöqtələrdən sonra gəldi isim. Gəlin isim olaraq da tutaq ki, yazaq bag, çanta. Nöqtələrdən sonra isim gəlibsə, hansı sual əvəzlərini yazmaq olar? Which bag? Hansı çanta? What bag? Hansı çanta? What kind of bag? Necə çanta? Amma of olmalıdır uşaqlar mütləq. What kind of bag? Necə çanta? Bir də whose bag? Kimin çantası? Nöqtələrdən sonra isim gördünüzsə, bu dördündən istifadə etməlisiniz. Amma əgər isim cəmdirsə, onda olacaq how many bags? Əgər isim sayıla bilməyəndirsə, sayıla bilməyən tək isimdirsə, bu zaman olacaq how much? Məsələn, how much water? Deməli, biz yuxarıda yazdıqlarımızda ismin tək, cəm, sayılan, sayılmayan olmadığına fikir vermədik. Amma burada verəcəyik. How many cəm isimdən, how much isə sayılmayan isimdən işlənir. Bu bir trikdir. Bir də başqa bir trik deyim sizə. Əgər tutaq ki, deyək, cümləniz söz önü ilə bitibdirsə, cümlə bitib söz önü ilə, prepositionla. Bəs yaxşı, biz əvvəldə hansı sual əvəzlərini yaza bilərik? Gəlin bir dənə preposition təsəvvürümüzə gətirək. Tutaq ki, bu da olsun about. Tutaq ki. Prepositionla bitibsə nə yaza bilərsiniz? Who, whom, bir də what. Məsələn, deyirəm bu məqalə kim haqqındadır? Olacaq who ya da whom. Ya da bu məqalə nə haqqındadır? Olacaq what. Deməli, yadımızdan çıxarmarıq. Cümlə əgər bitibsə söz önü ilə who, whom, what olacaq. Bir də ki, from da ola bilər, daha doğrusu və ya da ola bilər. O halda ki, cümlə fromla bitibsə, bu zaman əvvəldə where yaza bilirik. Where yaza bilirik. Deməli, gəldik nisbə vəzirlərə. Bu hissəyə çox diqqətli qulaq asın. Nisbə vəzir birincisi təyin eləyək görək ümumiyyətlə nisbə vəzir nədə, harda işlənir.
Uşaqlar, bilirsiniz ki, Azərbaycan dilində də təyin budaq cümləsi deyə bir anlayış var. Və təyin budaq cümləsini yaratmağın da yolu ə, deməli gedir müəyyən nisbə vəzirlərdən istifadə edərək. Gəlin baxaq bu cümləyə. Baxın, mən mübtədamızdır. Adam is the leader of our team. Komandamızın lideridir. Okey, bax bu da xəbərdir. Bəs bu ortadakı hissə nədir? Bu da olacaq təyin budaq cümlə. Hansı ki sənə kömək edən adam. Yəni sənə bir vaxtlar kömək edən adam bizim komandanın rəhbəridir. Bax bu has helped you bizim təyin budaq cümləmizdir. Təyin budaq cümləsində nə işlənər, nə işlənməz. Birinci bu dediyim triklərə çox diqqətli qulaq asın. Gənclər, bax bu nöqtələri sizə verəcəyi imtahanda özünüz tapacaqsınız. Nöqtələrdən əvvəl isim gəlibsə, fərqi yoxdur, canlıdır, cansızdır, məkandır, vurğuluyuram. İsim gəlibsə, siz heç bir halda vot yaza bilməzsiniz. Vot olan variantlar çıxmazsınız. Vot nisbə vəzlik deyildir. Bəs yaxşı, nə yazmaq olar? İndi artıq başlayaq düstur şəklində baxmağa. Baxın indi bu cümləyə. Nöqtələrdən əvvəl gəlib qadın, yəni canlı. Nöqtələrdən sonra gəlib mübtəda. Alisa o yes dedi. Bax, qadın gəlib nöqtələrdən əvvəl canlı, sonra mübtəda gəlib. Qadın universitetdə müəllimdir. Hansı qadın? Əlinin dünən gördüyü. Nöqtələrdən əvvəl canlı, sonra mübtəda gəlibsə, siz bunları yaza bilərsiniz. Who, whom, that, boşluq. Who, whom, that, boşluq. Amma yuxarıdakı cümlədə biraz fərq var. Nöqtələrdən əvvəl gəlib adam, yəni kişi, canlıdır. Amma nöqtələrdən sonra mübtəda yoxdur uşaqlar. Birbaşa xəbər gəlib. Bu zaman artıq mən whom da yaza bilmərəm, boşluqda yaza bilmərəm, sadəcə bu vəzət yaza bilərəm. Yenə vurğulayıram, nöqtələrdən əvvəl əgər gəlibdirsə canlı, sonrasında birbaşa xəbər gəlibdirsə, bu zaman sadəcə who və zət yazmaq olar. Gəldik növbəti məsələyə, prepositionlarla bağlı məsələyə. Gənclər, bilirsiniz ki, bəzi feillər mütləq prepositionla işlənməlidir. Məsələn, demirəm də I'm proud you, deyirəm I'm proud of you, demirəm I talk you, deyirəm I talk to you, speak to you və s. Yəni, bəzi feillər məcbur da prepositionla işlənsin. Bəs yaxşı, prepositionla işləndə necə olur? Baxın, bir dənə cümlə göstərəcəm indi sizə. Prepositionın yeri haradır? Normalda xəbərin yanıdır. Əgər preposition olması gərəkən yerdədirsə, xəbərin yanındadırsa, o zaman baxın nə yaza bilərik? Who, whom, sonra that, boşluq, yəni az öncə saydığım kimi. Amma bunu vurğulayıram. Əgər preposition xəbərin yanında deyilsə, gəlin bir dənə nümunəyə baxaq. Harda ola bilər? İnversiyaya uğraya bilər. İnversiyaya uğrayıb əvvələ düşə bilər. Bir də buna baxın bu cümləyə. Görün, Tolkun yanından hara keçibdir? Əvvələ gəlibdir. İnversiyaya uğrayıbdır. Əgər əvvələ keçibdirsə, bu zaman sadəcə hum işlənə bilər. Başqa variantı yoxdur. Sadəcə və sadəcə hum işlənə bilər. Preposition əvvəldədirsə, bu zaman biz sadəcə hum işlədə bilərik. Və cansızlara keçdikdə məsələ yenə eynidir. Nöqtələrdən əvvəl gəlibdir cansız, book. Nöqtələrdən sonra gəlibdir, bir dəqiqə buradan göstərim, contract, cansızdır. Nöqtələrdən sonra gəlib mübtəda. Deməli, yaza bilərsən which, that, boşluq. Nöqtələrdən əvvəl gəlib cansız, sonra gəlibdir mübtəda. Which, that, boşluq yaza bilərik. Amma əgər nöqtələrdən əvvəl gəlib cansız, book, sonra birbaşa xəbər gəlib. Baxın, mübtəda yoxdur. Bu zaman baxın, boşluq yaza bilmərik. Which və zət yazacaq. Ümumiyyətlə, bunu deyim ki, sizə boşluq deyəndə mən nəyi nəzərdə tuturam? Yəni, heç bir bağlacı qoymursunuz da, heç nə. Məsələn, gəlin nümunəyə baxaq. The contract you sign. Söhbət salam. Da which də deyə bilərsiniz, zət də deyə bilərsiniz, amma you sign dedirsəz problem deyil. Çünki orada mübtəda var. Amma yuxarıdakı cümlədə, məsələn, bookda, burada birbaşa xəbər gəlib. Burada artıq boşluq qoymaq olmaz. Eyni o preposition söhbəti burada aiddir. Məsələn, to be interested feili söz önündən işlənməlidir. To be interested in. Baxın, in öz olması gərəkən yerdədir deyə nə istifadə olundu? Which, that, boşluq. Yəni, üçü də okeydir. Lakin, əgər inversiya uğrayıb əvvələ düşübdürsə, bu zaman sadəcə və sadəcə which işlənə bilər. Sadəcə which işlənə bilər. İndiyə qədər dediklərimi qısa bir konspekt halında istəyirəm sizə bir də vurğulayım, təkrarlayım. Deməli, birincisi, who ilə whom arasındakı fərqə baxaq.
Bu ilə hum arasındakı fərq nədir? Who'dan sonra birbaşa xəbər gələ bildi. Amma bundan sonra birbaşa xəbər olmaz. Mümkün deyil, olmaz. Sonra who'dan əvvəl biz gördük ki, preposition yazmaq olmadı. Preposition gəlmədi. Who'dan əvvəl preposition, yəni sözünü işlədə bilmərəm. Amma nədən əvvəl işlədə bilərdim? Ondan əvvəl preposition işlədə bilərdim. Bu who ilə hum arasındakı fərqdir. Daha sonra gəlin preposition məsələsinə də baxaq. Test işləyirik və 3 nöqtə görürsünüz. 3 nöqtədən əvvəl gəlibdi preposition. Yəni to ola bilər, nə bilim with, in, fərqi yoxdur istənilən preposition. Burada nə yaza bilərik gənclər? Ya whom ya da which yaza bilərik. Ya whom ya da which. Hansı halda whom, hansı halda which'dir? Bax bu prepositiondan əvvəl, baba burada gələn isim canlı olsa olacaq whom. Canlı olsa. Canlı ilə işlənəcək whom, cansızla işlənəcək which. Deməli, preposition, nöqtələrdən əvvəl preposition görürsüz. Prepositionla biz işlədə bilərik whom və ya which. Əgər söhbət canlıdan getsə, yazacaqsınız whom. Cansızdan getsə, yazacaqsınız which. Axırıncı qeydimi də deyirəm, sonra məkandan danışacağıq. Məsələn, bayaq dediyimi qısa bir şəkildə deyirəm. Test işləyirik və nöqtələrdən əvvəl gəlibdi isim. Nöqtələrdən sonra isə birbaşa xəbər gəlibdi. Birbaşa xəbər. Gəlin baxaq. Birbaşa xəbər. Burada nə yaza bilərik gənclər? Who, sonra that, which. Çox diqqətli buna qulaq asaq. Nöqtələrdən əvvəl gəlib isim. Nöqtələrdən sonra gəlib birbaşa xəbər. Siz yaza bilərsiniz who, that, which. Əgər gələn isim canlıdırsa yazacaqsınız who ilə that. Bax bu buradakı isim canlıdırsa yazacaqsınız who, that. Cansızdırsa yazacaqsınız which, that. Onda belə başa düşürük ki, ortaq çoxluq zətdir. Yəni zət həm canlı ilə işlənə bilir, həm də cansızla işlənə bilir. Növbəti isə məkan haqqında danışacağıq. İndi bu məkanla bağlı çox diqqətli qulaq asaq. Gəlin bir neçə cümlə yazaq, bəsit cümlələr. Yazıram ki, the house nöqtələr we liked is very old. Bir neçə nüansı vurğulayacağım sizə. Bunu demək bir neçə dəfə kopyalayın. Aha, şimdi. Deməli, məkanla nə işlətmək olar? Buraya yazaq in, buraya yazaq. Okey, qurtardıq. Deməli, bu cümlələrə çox diqqətli baxaq. Cümləmizin mübtədası olacaq the house, ev. Xəbərimiz olacaq köhnədir. Hamısını da eyni şəkildə. Ortadakı o hissə ki var, we liked, we lived. Bunun adına deyəcək təyin budaq cümləsi. Təyin budaq cümləsini uşaqlar Azərbaycan dilində tərcümə edəndə necə eləyirsinizsə eləyin, hansı sualına cavab verir. Gördüyüm qız hansı qız, oxuduğum kitab hansı kitab, yaşadığım ev hansı ev. Amma fikir versiniz də ingilis dilində biz bunlara ayırdıq. Canlı, cansız, məkan olaraq müəyyən kateqoriyalara böldük. Onda biz sual verəndə hansı sualına cavab verməməli idi bizim tərcümə etdiyimiz cümlə. Necə siz sual verməlisiniz ki, doğru təyin edəsiniz ki, bu məkandır yoxsa obyekt. Gəlin baxaq. House. Məkan da ola bilər, obyekt ola bilər. Yəni house-u qoyuram qırağa çalışma sözü. Məkan da ola bilər, obyekt ola bilər. Çalışma necə məkan olsun? Gəlin sual verək. Deyirəm ki, çoxlu çətin cümlələr var idi. Harada çalışmada. Çoxlu məşhur insanları gördüm. Harada, şəkildə. Baxın, fikir versiniz, şəkildir, çalışmadır. Bunlar məkan belə ola bilər. Onda məkan olacağı öncə qərar verirəm. Bu hissəni tərcümə edirəm. We liked. Biz xoşladıq. Nəyi? Baxın, harada demədim. Nəyi? House onda burada məkan deyil. Nədir? Obyektdir. Obyektlə nə işlətdik bayaq? Biz gördük ya, orada bookdan işlətdik. Cansız idi. Which, that və boşluq. Which, that, boşluq. Çünki burada house məkan deyil.
Bəs gəlin bu cümlələrə baxaq. Görək burada məkandırmı? Baxın, we lived. Biz yaşayırıq. Harada? Baxın, biz yaşayırıq. Harada? Burada artıq məkandır. Məkanla nə ola bilər? Və ya bir də in which. Deməli, siz variantda həm və yəni həm də in which-i görürsünüzsə, ya ikisini birdən götürməlisiniz, ya da ikisini birdən çıxmalısınız. Və ya da in which. Deməli, gəldi indi növbəti məsələyə. Baxın, bu cümlədə in yoxdur. Amma bu cümlədə sonda in var. Hə. Onda biz bura və ya in which yazan var. Uşaqlar yadınızda saxlayın. In which in deyə bilmərəm ki, iki dənə in. Ya da və ya sözünü ilə işləmir axı. Və ya işləndiyi yeganə sözünü from idi. Deməli biz burada və ya ilə in which yaza bilmərik. Nə yazacağıq? Which, that və boşluq. Bəzən tələbələr qarışdırırlar, deyirlər müəllimə, onda bu birinci cümlə ilə bunun nə fərqi oldu ki? Baxın, məkanı nə bildirə bilər? Yazıram. Məkanla işlənir nələr? Və ya in which. Baxın, təkcə which yox ha. Which in, that in, bir də boşluq, boşluq in. Deməli, which in, baxın, which in, that in, boşluq in. Yenə bax, sual budur. Biz yaşayırıq. Harada? Yenə məkanda. Amma in var bu dəfə. In əgər əvvəldədirsə, bu zamanda sadəcə və sadəcə which işlənə bilər. Bu dərs fərqindəyəm, birazca əzbərləməli olduğumuz nöqtələr çoxdur, amma bu deyilən yollara fikir versəz çox rahat işləyəcək. Bir iki dənə də suala baxarıq onunla bağlı. Sonra gəldik məkan məsələsinə. Daha doğrusu whose məsələsinə, məkanı izah elədik. Who's-a keçməzdən öncə bir də bir şey diqqətinizə çatdırmaq istəyirəm. Törəmələrlə nə işlənir? Ümumiyyətlə, baxın, törəmələr, hansı törəmə olduğu bax, fərqi yoxdur. Everything, something və s. Only, all, bir də sıra sayıları. Bunlar sadəcə zətlə işlənir. Ən çox da testdə görəcəksiniz törəməni. Törəmə məsələni which-lə işlənməyəcək, who-ilə işlənməyəcək. Sadəcə zətlə işlənəcək. Daha sonra gəldik whose olan cümlələrə. Gəlin mən sizə bir dənə yolu öyrədim bunu rahatlatmağın. Whose sözünün mənası tələbələr bəzən elə bilirlər ki, sadəcə kimin deməkdir, amma həm də nəyin mənası da var. Çünki sən bu mənasını sadəcə kimin desən, bu zaman elə biləcəksən ki, sadəcə canlı ilə işlənir. Axı whose həm də cansızla işlənir. Gəlin elə baxaq. Baxın, this is the writer, nöqtələr, books are read by the young. Deməli, bu kitab yazıcıdır, hansı ki, kimin ki kitabları gənclər tərəfindən oxunur. Baxın, nöqtələrdən əvvəl gəlib writer. Siz şaşa bilərsiniz ki, bayaq müəllimə dedi ki, canlı ilə işlənir, who, whom, that, boşluq. Axı, burada başqa şey deyəcək indi. Baxın, gənclər, onda belə bir şey öyrədim sizə. Bu üç nöqtəni gəlin apostrof S-lə əvəz eləyək. Yəni, yəli haldakı apostrof S. Əvəz eləyək görə yanılırmı? Writer's books. Yazıçının kitabları. Bax, alındı. Apostrof S-lə əvəz eləyə bilirsənsə, bu zaman olacaq whose. Gəlin bir dənə də cümləyə baxaq. Baxın, burada bir cümlə var. Smartphone, nə? Bir də design. Gəlin, bu üç nöqtəni ləğv eləyək. Onun yerinə yazaq apostrof S. Görə yanılırmı? Smartfonun dizaynı. Smartfon nəyin ki dizaynı? Deməli, sən bunu apostrof S-lə əvəz eləyə bilirsənsə, yəli halın apostrof S ilə. Bu zaman cavab olacaq whose. Başqa variant yoxdur. Baxın, gənclər, bu nə deməkdir? Bəs hansı halda əvəz eləyə bilmərəm? O saat apostrof S-in qaydasına yadınıza salın. Məsələn, burada the books olsaydı, biz burada apostrof S deyə bilməzdik axı. Apostrof S olmazdı. Deməli, baxın, burada bizə mütləq lazımdır yəli halın qaydasını bilmək. Bu məsələn səhvdir. Apostrof S yaza bilmirəmsə, onda whose da yaza bilmərəm. Yəni, biz apostrof S-lə əvəz eləyə biləcəyimiz situasiyalarda yaza bilərik whose-u. Bir də whose-un bir sinonimi var. Of-umla of which. Baxın, of-um, bir də of which. Bunlar whose-un sinonimləridir. Bəs aradakı fərq nədir? Baxın, diqqətli bu cümləyə baxaq. The writer, baxın, iki dənə isim gəldi yan-yana. The writer, the books. Bir dənəsini də göstərim.
The smartphone, the design. Fikir verin. İki dənə isim gəldi bu şəkildə yan-yana. Və bu ofum yazılan yer də sual işarəsidir. Yəni üç nöqtə də siz tapacaqsınız. Onda necə tapacaqsınız? İlk ismə baxın uşaqlar. Canlıdır, writer. Canlıdırsa yazacaqsınız ofum. Və ikinci bizi maraqlandırmır. İlk isim. Canlıdırsa yazacaqsınız ofum. Amma əgər cansız isimdirsə, bu zaman yazacaqsınız of which. Canlı ilə ofun, cansızla isə of which olacaq. Bunlar uzun sinonimlərdir. Nisbə vəzirlər bu qədərdir. Bağlaca vəzirlərdən çox az danışacağım. Çünki bağlaca vəzirlərdə bir növ biraz tərcümə lazımdır. Bağlaca vəzir nədir? Məsələn, siz bayaqdan who, whom, what-un içidən yerdə gördünüz. Birinci sual əvəzliyi kimi gördünüz. Sual əvəzliyi isə avtomatik hardadır? Sual cümləsinin əvvəlindədir. Bəs adından da məlum bağlayıcı vəzliyi isə hardadır? İki cümlənin ortasındadır. Yəni iki cümləni bağlayacaq bir-birinə. Bunu ancaq tərcümədən tapmaq olar. Məsələn, ə, gəl bir dənə cümlə yazaq. Görək necə onu tapmaq olar. Məsələn, yazıram ki, I wonder, tutaq ki, üç nöqtə, I can find, ə, məsələn, milk. Ə, in the tutaq ki, olsun market. Tutaq ki. Mənə maraqlıdır. Mən mağazada ya da bazarda südü tapa bilərəm. Tapa bilərəmmi? Nə vaxt tapa bilərəm? Necə tapa bilərəm? Harada tapa bilərəm? Bax, fikir versiniz cümlədən asılıdır. Yəni, bunu tapmağın ən rahat yolu budaq cümlə adlandırdığımız, yəni bağlayıcıdan sonraki o hissə var, ha, üç nöqtədən sonraki hissə. O hissədəki cümlələrə sual verməkdir. Mən südü tapa bilərəm marketdə. Nə vaxt, necə, harada? Ya da gəlin dəyişək, buradan südü götürək. Mənə maraqlıdır. Mən marketdə tapa bilərəm kimi, məsələn, və ya nəyi tapa bilərəm. Artıq sual verəndə hansı Azərbaycan dili kimidir? Sual verəndə hansı cümlə üzvünün boşluğunu hiss edirsinizsə, bağlayıcı olacaq. Bir də sizə bir istisnadan danışmaq istəyirəm. Məsələn, gəl bir dənə cümlə yazaq. Bu bağlayıcı vəzlərlə bağlı. Yazıram I wonder made you happy. Baxın gənclər. Normalda bağlayıcı, ümumiyyətlə bu da cümlədə düstur necədir? Birinci baş cümlə gəlir, birinci gəlməlidir mübtəda, xəbər. Sonra gəlməlidir bizim bağlayıcımız. Axı iki cümləni bir-birinə bağlamalıyıq. Bağlayıcı. Daha sonra isə növbəti cümlə gəlir axı. Bu cümlənin də mübtədası olmalıdır axı. Bura yenə mübtəda, yenə xəbər. Əslində düstur belədir, bütün hamısında. İki dənə istisnamız var. Baxın, iki dənə feil görürsünüz. Wonder, bir də made. İki feil arasında, iki xəbər arasında biz nə istifadə edə bilərik? Ya who, ya da what. Gəlin baxaq tərcüməsinə. Yəni tərcümə ilə digərlər uyğun gəlsə də, gəlməsə də bizim başqa variantımız yoxdur. Sadəcə bu ikisi ola bilər. Mənə maraqlıdır. Kim səni xoşbəxt etdi? Mənə maraqlıdır. Nə səni xoşbəxt etdi? I wonder who made you happy? What made you happy? Yəni iki feil arasında biz sadəcə ya who ya da what istifadə edə bilərik. Gördünüz ki, nöqtələrdən sonra birbaşa xəbər gəlir. Əvvəldə də isim yoxdur. Onda olacaq who ya da what. Yəni başqa bir alternativdən söhbət gedə bilməz. Gəlin bir iki dənə suala baxaq bununla bağlı. Görək ə, testi necə işləmək olar. Dimin ilə öz toplusundan baxaq. Məsələn, deməli, kitabın sonundadır bunun dərsi conjunctive words olan hissədə. Və testi necə işləyəcəksiniz? Bir dəqiqə. Aha. Bir neçə suala baxaq. Məsələn, gördünüz ki, nöqtələrdən əvvəl gəlib cansız. Birinci suala baxıram. Kitchen. Cansız gəlib. Sonra birbaşa xəbər gəlib. Biz bayaq dedik axı, nə işlədə bilərdik? Who, which, that. Canlıdırsa, who ilə zət olmalıdır. Kitchen cansız da axı, onda which ilə zət olacaq. Olacaq Y variantı. Nöqtələrdən əvvəl gəlib canlı, oğlan. Demişdik who, whom, that, boşluq. Burada da hansı var? Who var. Və ya burada woman.
Canlıdır. Yenə who, whom, that boşluq. Burada da nə var? Whom var. Yəni bax bu şəkildə. Amma burada məsələn gəlin sual verir. Deyir ki, biz kiçik bir mağaza tapdıq. Bu hissəni qoyuram qırağa. İndi gəl bura baxaq. Biz çörək aldıq. Harada? Deməli olacaq where. Harada olacaq sual verirsə, əgər harada sualına cavab verirsə, məkandır. Ya where ola bilər, ya in which. Baxın, yenə əvvəldən işim yoxdur mən. Bu hissəni tərcümə edirəm. Onlar həftə sonunu keçirəcək. Kimə? Kim? Axı kim deyə bilmərəm, çünki onlar deyir. Kimi deyə bilmərəm. İlə olsaydı deyərdim hə, kim ilə. Nə deyə bilmərəm, çünki deyir axı həftə sonunu. Bunda cümlədə var. Which olmaq üçün yanında isim olmalıdır. Ya əvvəlində, ya sonrasında isim olmalıdır. Gəlin baxaq yeyə. Elə sual verəndə avtomatik cavabı hara olur. Onlar həftə sonunu keçirəcək. Harada? Deməli doğru variant olacaq. Y variantı. Sonra biraz fərqlərindən baxmaq istəyirəm ki, sizi çaşdırmasın. Məsələn, deməli, bayaq burada gördüm iki feil arasında. Məsələn, elə buna baxa bilərik. Burada mini elə bil ki, görməzdən gələk də. Çünki mi isim deyil axı. Bəzən tələbələr çaşırlar ki, axı iki feil arasında deyil. İki feil arasında da görə bilərsiniz. Bir də belə ortada mi də işlənə bilər. Bax, tell is. Sən mənə deyə bilərsən, bizə ya who olacaq, ya what olacaq. Kim qoşulacaq? Çünki dedik ki, birbaşa xəbərlə ya who işlənə bilər, ya da what. Mən bir dənə cəhd edeyim, bir iki xəbər arasında olanda tapımı göstərim sizə. Məsələn, 38-ci sual. Remember had happened. Bax, iki feildir. İki feil arasında biz istifadə edə bilərik. Ya who, ya da what. Happen, baş verdi. Nə baş verdi? Sonra cümlə fromla bitibdir. Az öncə dedim fromla bitəndə olacaq where. Sonra başqa bizə çətin gələ biləcək. Məsələn, törəmə. Törəmə gördümsə, işlənməlidir zətlə. Sonra gəlin 44-cü sualı apostrof S-ə əvəz eləyək. Bir də apostrof S məsələsindən də əlavə, tutaq ki, həmin vaxtda o hilə yadınıza, daha doğrusu apostrof S yadınıza düşmədi. Məsələn, bir hilə deyim. Məsələn, az öncə dedik nöqtələrdən əvvəl gəlib canlı. Onda ola bilərdi nə? Who, whom, that boşluq. Sən də varianta baxırsan, görürsən ki, who da var, whom da var. Bunun ikisi birdən cavab ola bilməz də. Nöqtələrdən əvvəl isim gəlibsə, what da yaza bilmirəm axı. Ona görə A-nı da çıxırıq. Canlıdır deyə which də yazmaq olmaz. Hə, olacaq Y variantı. Amma bunu daha rahat tapmağın yolu nədir? Apostrof S qoy. Boys father, oğlanın atası. Alınırmı? Alınır. Onda deməli doğru variant olacaq whose. Və bu şəkildə.